çorap onun üçün çox şey dəyişdi. Bugün xüsusi gündür. Səbəbini isə birazdan biləcəksiniz. Hazırlaşdım və ona kiçik bir qeyd yazdım. Ümid edirəm ki, qeydimi oxuyar və qoyduğum corabı da geyinər. Qeydimi oxuyub məndən tez çatmışdı. Həmin məkana ilk dəfə getmirik. Sevgili olan vaxtlarımızda, daha sonra Azərbaycana gəlişimizdə dostlarımızla görüşmək üçün tez-tez o məkanı seçirdik. Yəni məkan doğmadır, amma məqsəd fərqli. Ah, bu corablar, ayaqqabıdan azad olduğum hər yer ev kimidir. Rəhli corabların da səbəbini birazdan biləcəksiniz. Dadı damağımda qalan, illər əvvəl yediyim şefin xüsusi deserti üçün gəlmişdim, amma seçimim bu oldu. Happy birthday to you. Happy birthday to you. Biraz təntənli oldu deyəsən. Yaxşı ki, bu oğlan həyatımda var. Yaxşı ki, doğulub. Öz doğum günümmüş kimi davranıb Müzəffər üçün xoş arzular dilədim. İllər əvvəl məkanın kitab rəfinə kitablarını qoymuşdu. Ənənəyə sadiq qaldı yenə. Elə bilir hesabı mən ödəyəcəm. Nəysə ki, doğum günündə 2 qat mil bonus qazanmaq kimi motivasiyası var. Əslində corabını seçməklə hesabın 25%-ni ödəmiş sayılıram.